Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aparıcı prodüser Tarix Əliyev ailəsində xoş gün yaşanıb. Məlumata görə onun bacısı Fatimənin həri mərasimi baş tutub. Qeyd edək ki, Fatimə Sənan adlı bəylə ailə həyatı qurmağa hazırlaşır. Allah xoşbəxt etsin. Sənətkar sənətkarın məclisinə gedəndə niyə pul almalıdır? Bu düzgün bir şey deyil. Xəbər verilir ki, bu sözləri əməkdar artist Ruhəngiz Alaverdiyev deyib. Sənətçi incə səhər verilişində qonaq olarkən eyni zamanda duet oxuyarkən də ödənilən qonorara qarşı olduğunu bildirir. Sənətkar sənətkarın məclisinə gedəndə niyə pul almalıdır? Bu düzgün bir şey deyil. Aramızda hörmət var. Eyni zamanda əgər gənc bir müğənni sənətkarla duet oxuyursa, niyə ona pul ödəməlidir? Dəstək olmaq lazımdır. Güya o gənc populyar olmayacaq, lap olsun xarici müğənnilər. Onlarla da duet oxumağa pul xərcləmək lazım deyil. Elə özümüzdə yetərincə yaxşı sənətkarlar var. Nəyə nail olmuşamsa xalqa borcluyam.